День Победы, как он был от нас далек, как в костре потухшем таял уголек. Были версты, обгорелые в пыли, этот день мы приближали, как могли. Этот день Победы порохом пропах. Это праздник с сединою на висках. Это радость со слезами на глазах. День Победы, День Победы, День Победы. И ночи у мартеновских печей не смыкала наша Родина очей. Ни ночи битву трудную вели, этот день мы приближали, как могли. Этот день Победы порохом промах. Это праздник с сединою на висках. Это радость со слезами на глазах. День Победы, День Победы, День Победы. Здравствуй, мама, возвратились мы не все, босиком бы пробежаться по росе. Пол Европы прошагали, пол земли, этот день мы приближали, как могли. Bugünkü gün münasibətilə hər birinizi, veteranlarınızı, Ümran müəllim sizi, hər birinizi gələn qonaqlarınız, məktəbimizin müəllimləri təbrik edirəm və arzu edirəm ki, Allah Taala'nın bu veteran babalara verdiği ömürdə hər birimizə qismət olsun. Amin. Və bu kompozisiyanı aparmaq üçün Afaq müəlliməyə demək müraciət edir ki, başlasın. Qoy çalıb oynasın vətən torpağı, göylər səcdə qılsın bu hürriyyətə. Ölümün, zülmətin qara bayrağı bugün təslim oldu bizim qüdrətə. Yazılsın tarixə bir qızıl xətlə 45-ci ilin 9 may günü. Başlasın şeirlə, sazla, söhbətlə bu ellər bayramı, ellər düyünü. 1939-1945-ci illərdə dünyada yeni müharibə, İkinci Dünya müharibəsi baş verdi. 1941-ci il iyunun 22-sində faşist Almaniyası SSR-yə hücum etdi. SSR-nin tərkibində Azərbaycan da bu müharibəyə cəlb edildi. Barbarossa planına görə Alman ordusu ildırım sürəti ilə SSR-yə zərbə endirməli idi. Almaniyanın işğalçılıq planında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın sərvətləri, əlverişli strateji coğrafi mövqeyi faşistlərin diqqətini cəlb edirdi. Sən ey şərəfinə şeir qoşduğum, şahin vüqarına baxıb qoşduğum, Koroğlu yurdunun mərd insanları, siz ey sənətimin qəhrəmanları, şeirlər demişəm mən sizə bir-bir, yaşamaq şirindir, həyat gözəldir. Gəlir ölüm səsi, fəlakət dibi, yanır od içində həyatın evi. Qoy insan aşıqı hər duyan ürək, atılsın meydana şir tək, pələng tək. Hər odu yanğını söndürən əldir, yaşamaq şirindir, həyat gözəldir. Gəl qardaş, çağırıb bizi bu torpaq, ölümü gözləyən nizələr sancaq. Qərb olub getsən də qanlar gölündə, həyatı qoymayaq ölüm əlində. Yaşamaq ən gözəl, ən xoş əməldir, yaşamaq şirindir, həyat gözəldir.
Almanya Bakı neftindən istifadə etməklə bütün şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi. Bakı zəbt olunduqdan sonra neftin hasil edilməsi, emal və daşınması 1941-ci ilin martında Almaniyanın kontinental neft cəmiyyətinə tapşırılmışdı. Hitler Bakı zəbt olunduqdan sonra Bakını hərbi məntəqəyə çevirmək barəsində şəxsən tapşırıq vermişdi. Hitlerin Qafqaza hücumu Edelweiss sallanırdı. Bu plana görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi. Müharibənin ilk günlərində Azərbaycan xalqı SSR tərkibində işğalçılara qarşı mübarizəyə qalxdı. 40 mindən çox oğlan və qız cəbhəyə köylük getmək üçün ərizə verdi. Gəl ana yurdumun qızı gəlini, indi hünər vaxtı, qeyrət dəmidir. Sən də əsirgəmə kömək əlini, hər sözün söhbətin can mərhəmidir. Adın şərəflidir sənin ey qadın, dahilər anası çağırılır adın. Əli ilə qurduğum barlı bağçalar, tufanlar qopsa da saralıb solmaz. Bizim bu yerlərdə bir məsəl də var, aslanın erkəyi dişisi olmaz. Cəbhələr çağırır gəl düşək yola, zəfər bizimkidir uğurlar ola. Gəl bizim orduya, sarıl bugünə, parla yaz gününün səhəri kimi. Tutum üzəngini, qalxat üstünə, sən qaçaq nəbinin həcəri kimi. Hücuma keçdikcə nərə çəkibsən, günəş nur tökəcək üstünə göydən. Azərbaycanda 1941-ci ildə 402-ci və 223-cü, 1942-ci ildə isə 416-cı və 271-ci milli atlı diviziyaları yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında yenidən yaradıldı. Geyib əskər paltarını, silahlarını qəhrəman. Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan, deyib yaxın gəldi, öpdü onun alnından. Yay gününün xoş səhəri, bir də dağlar küləyi. Ana getdim, salamat qal, deyib öpdü qarını. Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Günəş yaydı şöləsini vətənin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca. Şair gəldi səhnədən, ilhamını alınca. Yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən. Sonra şair dodaqları öpdü onu əlindən. 600 mindən çox Azərbaycan vətəndaşı, o cümlədən 10 min qadın səfərbər edildi. Onlar içində düşmənə qarşı mərdliklə vuruşurdu. 300 minə qədər Azərbaycan vətəndaşı cəbhədən geri qayıtmadı. 4 ay vardı, ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur, oğul dərdi idi dərdi. Sorurdu, balam hanı hər cəbhədən gələndən? Ondan xəbər gəlmir. Xəbər gəlir öləndən. Yerə mi batdı oğlum, göyə mi çıxdı oğlum, yoxsa mən yanılmışam, əzəldən yoxdu oğlum. El bilir, şaxlıqdan ona xələf olmuyor. Ürəyimə damıb ki, oğlum tələf olmuyor. Səbəb nədir ki, yazmır anıya bircə kağız. Oğul, oğul deməkdən qabar oldu dil ağız. Qəlbindəki bu yara təzə idi, bu ilk idi. Onu bu hala salan novarıydı, ilki idi. Qalxırdı yatağından, dan yeri söküləndə, hər qapı açılanda, hər qapı döyüləndə dikilirdi ananın gözləri bir nöqtəyə. Sevinirdi, oğlundan bəlkə məktub var deyə. 4 ay vardı, ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur, oğul dərdi idi dərdi. Tanımayan tapılmaz məhlədə paçtalyonu, hamı istərdi onu, hamı sevərdi onu. Onu tanıyardılar adamlar addımından, bir bayramda çantası dolu gəldiyi zaman anaya şad xəbərlər gətirmişdi vaxtilə. İndi kağız almayan ana gələrəkdilər, söylədi paçtalyona bir neçə acı kəlmə. Məktub olmasa bir də sən bu həyətə gəlmə. Paçtalyon söz demədi. Dilsiz dayanıb durdu. Elə bil dağ başında onu ildırım vurdu. Ananın gözlərində sual gördü bir yığın. Sinəsini ötürüb sonra küçəyə çıxdı. Fikirlər, düşüncələr həssas qəlbini sıxdı. Deyirdi sözünü. Ananın haqqı vardı. Geniş dünya oğulsuz onun qəlbinə dardı. 4 ay vardı, ananın gözləri yol çəkirdi. Başqa bir dərdi yoxdur, oğul dərdi idi dərdi. Günlər keçdi,
Paçtalyon həyətə gəlmədi. Ana gözü ilə onu çox aradı, görmədi. Dərdli ananın ardı iti birə beşlərdi. Bir doğma oğul dərdi, bir də paçtalyon dərdi. Bir gün küçə qapısı açıldı çox sürətlə. Qonşular evdən çıxdı, təəccüblə, heyrətlə. Gördülər ki, paçtalyon əlində məktub gəlir. Elə bir caynağında qartal ov tutub gəlir. Bir qırpımda aldılar paçtalyonu dövrəyə. Məktub kimədir? Niyə dinmirsən? Niyə? Zilləyib gözlərini ananın gözlərinə, paçtalyon qanat taxdı, öz şirin sözləri. Bundan neçə gün əvvəl məndən küsən, inciyən, məktub olmasa bir də bu evə gəlmə deyən. Mərhəmətli, möhtərəm anyadır bu kağız. Hamı bir səslə dedi. Gözlərin aydın aydız. Ana gözləri yaşlı, ətir saçlı dilindən. Tez öpdü paçtalyonun məktub verən əlindən. Arxa cəbhədə bütün işlərə əsasən qadınlar, qocalar və yeniyetmələr görürdülər. Onlar cəbhəyə getmiş həyat yoldaşlarının, övladlarının və atalarının yerinə işləyirdilər. Ərzaq və sənəyə məhsullarının satışı üzrə Kats qeysinin tətbiq olunmuşdur. Faşizm üzərində qələbəni təmin edən əsas amillərdən biri Bakı nefti idi. Əgər Bakı nefti olmasaydı, Sovet təyyarələri, tanklar və maşınları ancaqsız qalardı. Bakı neftiləri müharibə dövründə 75 milyon ton neft verdi. Bakı Sovet ordusunun silah cəbhəxanasına çevrilmişdi. Bakıda Katyuş raketi, Şinaçin pulemyotu istehsal edilir, Yakutsk qızdəstəsi yığılırdı. Ümumiyyətlə 130 növ silah və hərbi sursat hazırlanırdı. Azərbaycan elm xadimləri qələbə naminə var qüvvələri ilə çalışırdılar. Görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə AVS üçün yüksək oktanlı benzin istehsalının yeni texnologiyası hazırlandı. 9 atda təyyarə benzini, 38 növ sütü yağı və 8 növ dizel yağının yeni istehsalı başlandı. 1941-43-cü ildə xalqımızın müdafiə fonduna 15 şaran qızıl, 952 şaran gümüş, 311 milyon manatlı istiqraz verdi. Cəbhəyə 125 vagon ispalta göndərildi. 1943-cü ilin payızında Azərbaycanda Respublika Yardım Komitəsi yaradıldı. Azərbaycan vətəndaşları müharibədə məhdudca vuruşurdu. Azərbaycanlıların məhdudi haqqında ilk xəbər Brest qalasından gəlmişdi. 44 nəfər Azərbaycanlı axır nəfəsinə qədər döyüşmüşdür. Sovyet məlumat yolunda. Bugün Alman təyyarələri Gorki şəhəri bombardıman etmişlər. Alman işgalçıları müvəqqəti etdikləri kəndlərdə yerli əhaliyə də şiddətlə iman tuturlar. Fakat buna keçməklərdə 1941-ci ilin dekabrında Novgorod yaxınlığında Pustinka uğrunda gedən döyüşlərdə İsrafil Məmmədov göstərdiyi şücaətə görə Azərbaycanlar arasında ilk dəfə olaraq Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Sən əskər olduğun o vaxtdan bəri qaldı qulağında ana sözləri. Nə yağmur, nə yağış, nə boran, nə qar, nə də fil xortumlu, dəhşətli toplar. Nə düşmən iləsi, nə duman, nə çən, nə də ki başının üstündən keçən qara qarğaların ölüm xəbəri. Səni qorxutmadı o gündən bəri, üşütmə düşmədi canına bir an. Güllələr çoyub, keçdi yaxından. Şöhrətin olmuşdur dillərdə dastan, hünərlə yaradır şöhrət insan. Adınla fəxr edir bizim yamaclar, Muğan çöllərində ötən turaclar. Adınla fəxr edir bizim analar, göy gölün üstündə süzən sonalar. Adınla fəxr edir şeirlə sənət, ölməz qəhrəmanlıq, ölməz məhəbbət. Moskva yaxınlığındakı döyüşlərdə fərqləndiyinə görə tank komandiri Aslanov Qırmızı Ulduz medali ilə təltif edildi. 1942-ci ilin qışında Stalinqradda Podpolkovnik Kazantsovun tank polku böyük qəhrəmanlıq göstərdi. Bu igidliyinə görə ona Sovet İttifaqı qəhrəmanı adı verildi. 1944-cü ilin iyununda General-Mayor Həzaslınovun 35-ci Qvardiya tank briqadası Preşni şəhərini azad etdi. Həzaslanov ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə tərtib olunmağa təqdim edildi. Lakin bu haqda fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirildi. Həzaslanov 1945-ci il yanvarın 24-də məmalı şəkildə həlak oldu.
Bütün Bakı fikirdədir, göz sükutda dəniz lal. Nə məhəsi, nə titrəyir ağacların yarpağı. Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual. Bugün çatmış qarşılarını Azərbaycan torpağı. Vətən oğlum, bu iki söz dodaqlarda yandıqca, hər ürəyin telləri də qəmli-qəmli saz tutur. Vətən mülkü öz oğlunu ala kimi aldıqca, ağır dağlar fikrə gedir, öz qəlbində yas tutur. Cəbhədəcə bizdən uzaq, həzi deyən hər əskər, o tabutun qarşısında diz çökərək and içir. Tanklar uçur, ordu keçir, darılmışdır üfüqlər. İntiqamın yalan qəlbi, şaxta öldürür, qayçır. İllər keçir, yaşa dolu su dağışlı körpələr. Nəsil-nəsil ürəklərdə yuva salır qəhrəman. Şəfəq saçır türbəsinə min saatlər, min səhər. Bu əməl bu eşq ilə o keçdi öz canını. Tuapsi uğrunda döyüşdə Qafur Məmmədov göstərdiyi qəhrəmanlığına görə ölümündən sonra ona Sovet İttifaqı qəhrəmanı adı verildi. Təyyarəçi Hüseyin Balı Əliyev Leningrad səmasını müdafiə edərkən düşmənin alt təyyarəsini vurub salmış, 17 almasına baxmayaraq öz təyyarəsini yerə endirə bilmiş, lakin özü həlak olmuşdur. Gəlmə mənim göylərimə qara bulud, çəkil geri. Qan içici faşistlərin məzarlıqdır yalnız yeri. Yaxın gəlmə qarı düşmən, döyüşlərdə boy atdım mən. Ayaq basma torpağıma od parıldar nəfəsimdən. Uçun qızıl şahinlərim, göylər olsun məskəniniz. Arxanızca göz içmişdir sizin böyük vətəniniz. 1943-cü ilin sentyabrında Azərbaycanda hərbi vəziyyət elan edildi. Bakı müdafiə rayonu yaradıldı. Almanlar 1942-ci ildə 71, 1943-cü ildə üst dəfə Bakının səmasına soxulmağa cəhd göstərdi. Lakin təyyarəçilər və dənizçilər buna imkan vermədi. Nazistlərin 96 təyyarəsi vuruldu. 402, 416 və 223-cü Azərbaycan diviziyaları Mazdokda döyüşürdü. 77-ci diviziya Kerç, Rostov, Stavropol yaşayış məntəqələrinin azad edilməsində iştirak etmişdi. 416-cı diviziya Taganrog şəhərinin azad edilməsində göstərdiyi xidmətinə görə Taganrog diviziyası adlandırıldı. Azərbaycan xalqının fəxri olan qırmızı bayraqlı, 2-ci dərəcəli Suvorov ordenli Taganrog diviziyası Böyük Vətən müharibəsi dövründə Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçmişdir. Diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. 271-ci diviziyaya Karlovi diviziyası, 77-ci diviziyaya Simferopol diviziyası adı verildi. 416-cı və 77-ci diviziyalar 2-ci dərəcəli Suvorov ordeni ilə tərtib edildi. 271-ci diviziya Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etdi. Ziya Bünyadov və 20 nəfər Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. 223-cü diviziya Yugoslaviyanın azad edilməsində iştirakına görə Belgrad diviziyası adını aldı və Viyananın faşistlərdən təmizlənməsində göstərdiyi şücaətə görə Qırmızı Bayraq ordeni ilə təltif olundu. 223-cü diviziya Avropanın 6 ölkəsinin, Rumıniyanın, Bolqaristanın, Yugoslaviyanın, Avstriyanın, Çexoslovakiyanın azad edilməsində fəal iştirak etmişdi. Yapon qoşunlarına qarşı döyüşlərdə 223-cü diviziya uzaq şərqə göndərilmişdi. Bu diviziyada 20 nəfər Azərbaycanlı döyüşçüyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. Müharibədə əsir düşmüş Azərbaycanlılar əsirlikdən qaçıb partisanlara qoşulurdu. İsmail Əliyev, Məhəmməd Əliyev, Ələkbər Əliyev, Hadıq Qiyasbəyov, Vilayət Hüseynov kimi Azərbaycan partisanları olmuşdur. De kimdir gecənin bağrını dalan, düşmənin üstünə ley kimi gələn, kimin qüdrətinə güvənir vətən, kimdə sədaqət də, mərdlik də vardır. O bizim qəhrəman partizanlardır. De kimdir adına qardaş dediyim, qanma nəşəmə sirdaş dediyim. De kimdir vətəndaş, yoldaş dediyim, bizim Koroğlu tək pəhlivanlardır. Bizim Ukraynalı partizanlardır. 1942-ci ilin noyabrında Fransadakı faşist ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan Əhmədiyyə Cəbrayılov Armet Michel adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmiş, bu ölkənin şəxsi girdiyə görə paradda əskərə generaldan irəlidə yetmək hüququ verən ən yüksək mükafatı Fəxri Legion ordeni ilə təltif olunmuşdur.
Rəsulzadə Yugoslaviya partizanlarına qoşulmuşdu. Mikhailo ləqəbi ilə 1000-dən çox Alman zabitini məhv etmişdi. Faşistlər onun başına 400 min lirə mükafat təyin etmişdilər. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verildi. Siyasi motivlər üzündən mühacirətdə yaşamağa məcbur olanlar Almaniyanın Sovet İmperiyasına qalib gəldiyi təqdirdə Azərbaycanın yenidən müstəqilliyini qazanacağına ümid bəslərdi. 1941-ci il dekabrın 22-sində Hitlerin əmri ilə Azərbaycanlılar da daxil olmaqla Qafqaz müsəlmanlarından ibarət legionlar yaradıldı. Bu məqsədlə Məmmədəmin Rəsulzadə Almaniyaya dəvət olundu. Hərbi hissələrdə Məmmədəmin Rəsulzadənin üstünəki baraq əsəri əldən gəzirdi. Almanlar üzdə özləri müsəlmanların, türklərin dostu kimi göstərirdi. 1943-cü ildə Azad Türk diviziyası yaradıldı. Əslində bunlar gözləm pərdas üçündür. Çünki faşistlərin planlarına görə Quzey və Güney Azərbaycan Almaniyanın yaratmaq niyyətində olduğu Böyük Türkistan dövlətinin əyaləti olmalı idi. Rəsulzadə Hitlerin niyyətini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi və Almaniyanı tərk etməyə məcbur oldu. Lakin mühacirətdə olan qüvvələr yenə də Almaniya ilə əməkdaşlıq edirdilər. 1943-cü ilin noyabrında Berlində Azərbaycanlıların milli qurultayı keçirildi. Qurultayın qərarlarında Almaniyanın qələbəsi nəticəsində Azərbaycanın istiqlal qazanacağı ümidi ifadə olunurdu.
Odur ki, 1943-cü ilin payızında Berlində Mühacir Azərbaycan Parlamenti və hökuməti yaradıldı. Hökumətin başında Fətəli Bəyli Düdənqinski dururdu. Alman hökuməti Mühacir Azərbaycan hökumətini tanıdı. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərdi. Müharibə bitdikdən sonra milli legionların hissələri müxtəlif ölkələrə səpələndi. Vətənə qayıdanlar isə uzun müddət təqib və sürgünlərə məruz qaldılar. 1945-ci ildə Sovet ordusu Visloder əməliyyatına başladı. Bu əməliyyatda Berlinə həlledici zərbə endirilməsi üçün münasib şərait yaratmaq edildi. Bu əməliyyatda 416-cı və 223-cü diviziyalar fəal iştirak etdilər. Fevralda 416-cı diviziya Odessa sahilinə çıxdı. 40-cı ilin bir yaz səhəri, İslamla geyindi əsər paltarı, son dəfə seyr edib göy zəmləri, öpdü dönə-dönə, öpdü baharı. Ağzından ot çıxan ağır topları Odessa sahilində vurdu yan-yana. Mərmilər uçduqca Berlinə sarı, min salam göndərdi Azərbaycana. Ərdi dağlarda axırıncı qış, 45-ci ilin 8 may günü, Zəfər bayramına bircə gün qalmış, bizə qurban verdi İslam ömrünü. 1945-ci il may 2-sində 416-cı diviziya Berlinin Brandenburg darvazası üzərinə qələbə bayrağını sancdı. Rəssadın alınmasında göstərdiyi rəsədətə görə Yusif Sadıqov Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Zabit nişan verir, budur Reichstag. 4 divar qalmışdı, ondan 4 divar. Nə bir sütun qalmış, nə dəmir bir tağ, canında neçə min güllə yeri var. Burada olov, bir zaman Hitler deyərdi Berlinə qul olsun dünya, fəqət baş əymədi bu təhqirə yer, yaşatdı torpağı başqa bir məna. Avropa qurtardı ölümdən qandan, biz askər biz olduq dünyaya dostlar. Bu yolda can qoyan hər qəhrəmandan torpağın qəlbində neçə dastan var. Mənim də yurdumun mərd oğulları qanıyla qol qoydu bu dastanlara. Gəldikcə zamanın neçə baharı, günəş də baş əydi hər gün onlara. 1945-ci il mayın 8-də Almanya danışıqsız təslim aktını imzaladı. 9 may tarixə qələbə günü kimi daxil oldu. Bu bütün Azərbaycan xalqının faşizmə qarşı mübarizə aparan xalqlar qarşısında tarixi xidmətdir. Bu müharibədə 121 nəfər Azərbaycanlı Sovet İttifaqı qəhrəmanından layiq görüldü. Onlardan 47 nəfəri Azərbaycan millətinin nümayəndələrdir. Vətənimiz Azərbaycanın Alman faşizmindən daha qəddar, daha dəhşətli bir düşməni var. Bu bir əsrdən çoxdur torpaqlarımızı vəhşicəsinə işğal edən, dinc xalqımıza olmazı işgəncə verən erməni faşizmidir. Tariximizin bu faciə səhifəsi hələ Cənubi Qafqazda Rusiya işğalları dövründə başlanmışdır. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülh müqaviləsindən sonra Azərbaycana 130 min erməni köçürərək onları Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Sonralar İrəvan xanlığının ərazisində qondarma erməni vilayəti yaradıldı. Rusiya çalışırdı ki, Türkmənçay sülh müqaviləsi ilə iki yerə böldüyü Azərbaycanın şimal torpaqlarında özünə sədaqətli bir xristiyan dövləti yaratsın. Arazı ayırdılar, qan ilə doyurdular. Mən səndən ayrılmazdım, zor ilə ayırdılar. Arazda axar qaldı, tərlan uçdu sar qaldı. Elimdən ayrı düşdüm, gözlərim baxar qaldı. Araz gəldi yan axdı, dibindən min can axdı. Vətənə sarı baxanda ürəyimdən qan axdı. Yol vermə yada Təbriz, el gedər bada Təbriz. Sənin həsrətindəyəm, can sənə fəda Təbriz. Yazı yaza bilmirəm, qara poza bilmirəm. Vətən orada, mən burada, ayrı dözə bilmirəm. Erməni vilayətinin yaradılmasından az sonra 20-ci əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycanın yerli əhalisi buradan sürgün olunmağa başlandı. Ermənilər silahlandırılıb Azərbaycanlıların üzərinə qaldırıldı. Həmvətənlərimizə qarşı soyqırım törədildi. Bunların ən dəhşətlisi 1905-ci ildə, 1918, 1920-ci illərdə törədilmişdi. Bu
dövrdə Azərbaycanlıların əksəriyyəti Qərbi Azərbaycanı tərk etməyə məcbur olmuşdur. Nəticədə burada ermənilərin sayı üstünlük təşkil etməyə başladı. Sovet işğalı dövründə bu ərazidə Ermənistan Respublikası yaradıldı. 1948-53-cü illərdə burada yaşayan 150 minə qədər Azərbaycanlı mil və muğam dillərinə sürgün edildi. 1988-1989-cu illərdə isə Qərbi Azərbaycandakı Azərbaycanlılar tamamilə sürgün edildilər. Bununla kifayətlənməyən ermənilərin əsas məqsədi Dağlıq Qarabağı ələ keçirməkdir. Çünki Böyük Ermənistan Azərbaycan torpaqlarının işğal olunması hesabına başlamalı idi. Sevgilim seyrə çıxaq, burada gəlir baharım. Sevgilim seyrə çıxaq, burada gəlir baharım. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağın tar kaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağın tar kaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Qarabağdan Qarabağ ana yurdum. Bu səmərlərdə gəlsin Vaqifin şux gözəlim. Bu səmərlərdə gəlsin Vaqifin şux gözəlim. Ruhumu buradan alır Natəvanın qəzəli. Ruhumu buradan alır Natəvanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağın tar kaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağın tar kaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Qarabağdan Qarabağ ana yurdum. Ermənistan'da yaşayan soydaşlarımızın kütləvi şəkildə deportasiyası və Dağlıq Qarabağda ermənilərin özbaşınalığı Azərbaycanda xalq hərəkatının başlanmasına səbəb oldu. Dağlıq Qarabağda tarixin yadigarı olan Topxana meşəsinin qırılması xəbəri xalqı hərəkətə gətirdi. Həmin gün Azadlıq meydanında mitingdə iştirak edənlərin sayı yarım milyonu ötmüşdü. Mitingdə azadlıq, suverenlik çağrışları səslənirdi. Mitingdə Azərbaycan Xalq Cumhuriyyətinin yüksəkli bayrağı qaldırıldı. Artıq xalqımız başa düşürdü ki, azadlıq əldə etmədən, özünün müstəqil dövlətini yaratmadan Qarabağ düyününü aça bilməyəcəkdir. Azərbaycan xalqı öz azadlığı uğrunda, müstəqil dövlətini yaratmaq uğrunda mübarizəyə qalxmışdır. Nə yatmışsan qoza vulkan səninləyəm. Ayağa dur Azərbaycan səninləyəm. Səndən qeyri biz hər şeyi bölə bildik. Səndən qeyri biz hamımız ölə bildik. Bu Şəhriyar haraydı, bu Bəxtiyar haraydı. Han sənin tufan yıxan, Gülşat boğan, yurda oğul oğullarım. Qara çoban, dəli domrul oğullarım. Tək sinəmə qayaları yamaq elə, haqq yolunu ayağına qolaq elə. Bayrağını Xəzər boyda bayraq elə. Emmədliyə qalxmış olan bayrağını Azərbaycan, Azərbaycan, Azərbaycan bayrağını. Ayağa dur Azərbaycan. Bunu bizə zaman deyir. Məzarından baş qaldıran baban deyir. Nər oğlum nər, səninləyəm. Səninləyəm silah tutan, külünk tutan, yaba tutan. Kösək tutan, nişanlı ər səninləyəm. Səninləyəm qız atası, hanı nərən, hanı səsin, hanı andım. Yoxsa sən yatmışlara, batmışlara, qeyrətini satmışlara xırdalandın. Gözünü sil, vətən oğlu, ayağa qalx. Üfüqinə bir yaxşı bax, sərhədinə bir yaxşı bax. Sərhədinin kəməndinə bir yaxşı bax. Dur içindən qorxaq ol, ölümünlə qalmanı ayırd elə. Dur içindən qorxaq ol, dur özünü bozdur elə. Bir səsindən min səsinə, nesə daşa dönmüş dinməzlər. Oddan bitər, qandan bitər əyilməzlər. Mərd oğullar, mərdliyi ilə öyünməzlər. Torpaq alta, ölümlüyə gömülməzlər.
Varım yoxum səninləyəm. Azım, çoxum səninləyəm. Şirin yuxum səninləyəm. Səninləyəm, haqq ədalət səninləyəm. Milli qürur, milli qeyrət səninləyəm. Səpil quma, göyər yerdə bit qayada. Gizli nifrət, açıq nifrət səninləyəm. Oyat bizi, yararan səninləyəm. Ya bir mənə yatır bizi, ya bir mənə oyat bizi, ya yenidən yarat bizi. Səninləyəm, yatmış vulkan səninləyəm. Ayağa dur, Azərbaycan səninləyəm. Arzu edirik ki, o gün olsun ki, Azərbaycan erməni faşizm üzərində qələbə çalsın. Ağadlı oğlanlarımız əllərində 3 rəngli bayrağımızla Cıdır meydanında at çapsınlar. Bayraqları bayraq yapan üstündəki qan, torpaq, uğrunda ölən varsa vatandır. Arkadaş, bastığın yerləri toprak diyerek geçme, tanı. Düşün altındaki binlerce kefensiz yatanı. Bayraq ne demek? Bayraq bir milletin müstakilliği demek. Bayraq bir milletin namusu demek, şerefi demek. Bayraq bir milletin kimliği demek, özü demek. Getirin o renkli al bayrağımı. Getirin şehidimin son ölçüsünü. Getirin vatan uğrunda şehit olan bacımın gelinliğini, şehidimin son ölçüsünü. Işık dalga dalga bayrağım. Senin kitabını okudum, senin dastanını yazacağım. Senin benim gözümle bakmayanın mezarını kazacağım. Seni salamlamadan uçan kuşun yuvasını bozacağım. Tarihim, şerefim, şehrim, her şeyim. Yüksek yerlerde atan çiçeğim. Senin boynunda doğuldum, senin dibinde öleceğim. Yeryüzünde yer beğen, nereye dikilmek istersen. Söyle seni hür eylerim. Dikecek o bayrağı. Bir daha eğmeme üzere dikecek. Şoya. Latına, Xocalıya, Antalya'ya, İbatlıya, Badəməndə, Ağdama. Kəlbəcərə, Cəbrayla. Zəncilana, Qarabağın göbeğine çekerek. Ayağa qalxıb 1941, 45-ci ildə olduğu kimi vətən uğrunda deyib döyüşə gedək. 1, 2, 3. Canımıza bağlıyıq, bu torpağa bu elə, sıralanıb dağ kimi, gəlin verək əl-ələ. Gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dağlanmasın, bölünməsin bu torpaq. Gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dağlanmasın.
Xahiş edirəm onların suallarını cavablandırardınız. Siz müharibəyə gedəndə neçə yaşınız var idi və hansı hissləri keçirirdiniz? Tam olmuştu. Hastalandım. Geri kalktım. Kaçardılar. Müellimiydim. Bronya verdiler, beni sakladılar, müharibeye koymadılar. Evet kahraman, evet veteranı namzətliğini verdiler. Çok çetin vaxtlar geçirdik. Allah biz görmüşük, siz görmeyin balığın o gün. Çok çetin günler gördük. Size kısmet olmasın. Amin Allah amin. Təşkiliniz çok güzeldi. Halal olsun bunu təşkil edən. 9 Mayda hiçbiriniz, ben neçə may geçmiş, belə təşkil görməmişdik. Eşq olsun. Bunu zəhmət çəkənlərə, müəllimlərə, müəllimlik gözəl sənətdir. Müəllimlik şərəfli sənətdir. Müəllimliyin xeyirli, məhəbbət, yaxşı şey, qədrini bilən olurlar. Müəllimliyin qədrini bilmək lazım, düşünmək lazım. Müəllim adı güzel yaptı. Allah məsələ şad elədi. Mən 30 il bir əmirlə 30 il işləmişəm. 30 il. 1944-cü il Ağustos 20'sində əmir almışam. 1974-cü ilin Ağustos'un 24'ünde azad olmuşam. Ərzənə, çox lava ilə ərzə. Ben Gökçədə yaşamışım. Gökçənin Ardanış kəndi. Gökçe mahalın Ardanış kəndi. Qırmızı yola. Sağ olun. Çəkdiyimiz günlər nə deyim ama siz görmüyorsunuz o günü. Hiç yardım elədir. Amin Allah. Sen de. Hüseyin baba, sizin döyüş yolunuz nereden başlayır? Ben 1942 yılın mayında çağırmışım. Hala 18 yaşım tamamlanmıştı. Onun olduğuna göre hamlayıp yaparlar. Şimdi muharebe vaktiydi, orada biz lazım idi. Allah siz ikimiz zamanlara göstermesin, uzak olsun. Çok çetinlikler çektik. Yine Allah'ın bu gününe şükür ki, qayıtıb öz vətənimizə gəldik. Biz kətdən 18 nəfər getdik, ondan 2 nəfər qayıtıb gəldik. Şimdi o yerler kalmadı ki, mesela orada olmayan, İskender'den uzak vuran toplar vardı, 25 kilometre vuran toplar var idi. Oranın komandırıydım, Staş Serjan Şükrü. Demek bu muharebe kurtarandan sonra 2 yıl bizi sakladılar. Ona göre ki oraya Papalnemi askerler gelmedi, biz ona yerlere. Bizi orada sakladılar. 1942 yılda gittim, 1947 yılın fevralda geldim. Yine ben naşkür diyorum, bugünküne çok şükür. Allah size can sağlığı versin. Çok yaxşı şəraitdir. Bizim vaxtımızda vallahi nə tərdim, köhnə damlarda bizim məktəb kimi. Deyirəm də 8-də mən qutarmadım. Şimdi Allah canınıza sağlıq versin. Sağ olun. Bunu təşkil edənlərə, sizin müəllimlərə. Şimdi biz nə gördük? Əvvəlimiz də yaxşı olmalı bizim, axırımız da yaxşı olmalı. Şükür Allah'a, indi hər şey öz qaydasında, öz bir şey öz yerində. Yalnız sizə lazımdır oxumaq. Yalnız oxumaq lazımdır, hiçbir şey. Şu an siz nə iş görəsiniz, hiçbir şey. Yəni sizin işiniz oldu ki, oxuyasınız, həmişə qabaqsız gedəsiniz, əlaşı olasınız.